bəzən nəinki üzvçə, eyni zamanda asan xidmət üçün hansı sənədləri lazımdır toplamaq üçün tez-tez qaynar xəttinə müraciət edirik. Amma bizim asan cavab rubrikamız var ki, heç yerə zəng etmədən bütün məlumatları bizdən əldə edə bilərsiniz. Hansısa sənədi əldə etmək istəyirsinizsə, ən asan cavabı sizə təqdim edəcəyik. Bu dəfə yetkinlik yaşına çatan şəxs məhkumluq haqqında arayışı necə almalıdır? Bu barədə məlumatı təqdim edəcəyik. Yetkinlik yaşına çatmış şəxsə məhkumluq barədə arayışın verilməsi xidməti ilə bağlı yaşayış yeri üzrə qeydiyyat məhdudiyyəti olmadan bir sayılı Gəncə və bir sayılı Sumqayıt Asan Xidmət Mərkəzləri istisna olmaqla istənilən Asan Xidmət Mərkəzinə müraciət oluna bilər. Arayışın əldə olunması üçün şəxsiyyət vəsiqəsi təqdim olunur. Arayış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs üçün əldə olunursa, ümumvətəndaş pasportu təqdim olunur. Məhkumluq barədə arayışın verilməsi ödənişsiz olaraq həyata keçirilir və arayış dərhal verilir. Şəxsin məhkumluğu olduqda və ya bununla bağlı araşdırma zərurəti yarandıqda arayış bir iş günü müddətinə verilir. Bu xidmətlə bağlı notariat qaydasında təsdiq olunan etibarnamə əsasında digər şəxs də müraciət edə bilər. Bu halda müraciət edən şəxsin şəxsiyyət vəsiqəsi, etibarnamə, etibar edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti təqdim olunmalıdır.